Herkese salam. Bugünkü test izahım Dimin İngilis dilindən 5-ci sinif olan test bankından səhifə 66-da olan Day in the Life bölməsinin A variantı olacaq. Bu bölmədə biz başlayan kimi ilk suallarla tanış olanda görürük ki, ilk dəfə biz dinləmə mətni eləməliyik və qəbula son illərdə bunlar düşür. Və dinləməni səssiz etmək istəyiriksə, təbii ki, suallardan əvvəlcə tanış olmalıyıq ki, dinləmə başlayar-başlamaz biz bilək ki, hansı variantda nəyi axtarırıq. Birinci testdən başlayıram. How does Lily go to school? Lily məktəbə necə gedir? A variantı on foot, piyada deməkdir. B variantı avtobusla, C variantı taksi ilə, D variantı maşınla və Y variantında isə prosto deyir ki, səhər yeməyindən əvvəl gedir məktəbə. Cavab olacaq on foot, piyada, yəni ayaqlarından gedir. İkinciyə baxıram. İkinci tapşırıqda when Lily comes home from school, Lily məktəbdən evə gələndə cavab olacaq 2, 4. She has dinner, yemək yeyir və she has a rest, dincəlir. Ona görə 2-də cavab olacaq D variantı. Üçüncüdən davam edirəm. Mətn nə haqqındadır? Lily's usual life. Lily'nin gündəlik həyatından, yəni həyatındakı adətlərindən, öz həyatı. Usual sözü adətən deməkdir. Burada usual, yəni gündəlik elətdiyi, adətən elədiyi öz həyatındakı bir gündə nə edir o haqqında. Dördüncüdən davam edirəm. Dördüncüdə biz qərar verməliyik ki, hansı bəyanatlar doğrudur, hansı yanlışdır. Doğrulara true, yanlışlara isə false seçməliyik. 4-1. Lily hər səhər erkən oyanır. Bəli, true, 4-1A. 4-2. Lily'nin valideynləri tez-tez kömək edir ona ev tapşırıqlarında. Burada often yazıb tez-tez, səhvdir. Çünki tez-tez kömək eləmir. 4-2-də cavab olacaq B variantı. 4-3. Lily hər axşam piano çalmağı xoşlayır. Bəli. 4-4. Lily'nin valideynləri onu parka aparır after breakfast. Breakfast səhər yeməyindən sonra, bu da yanlışdır. Çünki səhər yeməyindən sonra o məktəbə gedir. Burada deyir ki, parka aparır. Ona görə 4-4 yanlışdır, false. 4-1A, 4-2B, 4-3A, 4-4B olur. Davam edirəm 5-cidən. Burada mətndir və oxuyub tərcümə eləməliyik və başa düşməliyik ki, mətndə nə haqqında danışır. Dear Sam, the weather is sunny today and they are not cloud in the sky. Əziz Sam, hava bugün günəşlidir və səmada buludlar yoxdur. I plan to go to the park with my sister Susan. Mən parka getməyə planlaşdırıram bacım Susan ilə. It is nice to be in the park on sunny days. Deməli, günəşli günlərdə parkda olmaq yaxşıdır. We take our dogs with us. Biz itimizi özümüzlə aparırıq. We have a wonderful time today. Bizim bugün əla vaxtı keçirdik. Əla vaxtımız oldu. Yəni, birlikdə əla vaxt keçirdik. We come home and have tasty meals. Biz evə gəldik və dadlı yeməklər yedik. Take care, Tim. Qayğına qal, yəni özünə müğayət ol, Tim. Deməli, 5-də cavab olacaq D variantı. Tim Susana deyir öz günü haqqında. 6-cıdan davam edirəm. Dear Steven, əziz Steven, our teacher takes us on a school trip today. Bizim müəllimimiz bugün bizi məktəb gəzintisinə aparır. We plan to go an excursion. Biz ekskursiya getməyə planlaşdırırıq. We come to a big field. Biz böyük bir sahəyə gəldik. There are many old tall trees and different plants in the field. Vardır çoxlu hündür ağaclar və müxtəlif bitkilər bu sahədə, bu ərazidə, tarlada. We learn new and interesting things about the plants. Biz bitkilər haqqında yeni və maraqlı şeylər öyrənirik. We enjoy our school trip. Biz məktəb gəzintimizdən ləzzət alırıq. Özündən müğayət ol, yəni qayğına qal, Margaret. Deməli, Margaretin məktəb gəzintisi haqqında olduğu üçün 6-da cavab olacaq D variantı. 7-dən davam edirəm. It's my birthday today. Bugün mənim ad günümdür. My parents decide to take me to the zoo. Mənim valideynlərim qərara gəldi ki, məni parka aparsınlar. They know that I like animals. Onlar bilir ki, mən heyvanları xoşlayıram. We leave home at 11 o'clock. Biz evi tərk edirik saat 11-də. We go to the zoo by bus. Biz zooparka avtobusla gedirik. I see many animals at the zoo. Mən görürəm çoxlu heyvanlar zooparkda. I give a banana to the monkeys. Mən verirəm banan meymunlara. I thank my parents for the interesting day. Mən valideynlərimə maraqlı gün üçün təşəkkürlər bildirirəm. Best wish, Norman. Ən böyük arzularla Norman. Norman öz həyatı haqqında Brian'a danışır. Çünki yuxarıda yazıb ki, əziz Brian. Ona görə 7-də cavab olacaq A variantı. Norman deyir Brian'a onun gözəl günü haqqında. Deməli, davam edirik 8-cidən. Burada biz mətni oxuyub tərcümə etməliyik və tərcümə etdikdən sonra
artıq suallara cavab verməliyik. Bu hissəni mən oxuyub tərcümə etmirəm, çünki fikirləşirəm ki, bu mətn artıq 5 sualı əhatə edir və şagirdlər bunu özləri oxuyub tərcümə etməyə bacarmalıdırlar. Qısa mətnləri mən oxuyub tərcümə edirəm, böyük mətnləri şagirdlər özləri oxuyub tərcümə etməyə bacarmalıdırlar. 8-ci-dən davam edirəm. Doğru fikirləri seçməliyik. Deməli, doğru fikirlər. 2. He lives in London with his parents. O Londonda yaşayır valideynləri ilə. Elə mətn başlayan kimi o haqda danışır. 3. He begins his day with morning exercise. O öz gününə başlayır səhər idmanı ilə. Bəli, elə mətndə də bu haqqında deyir. Ona görə cavab olacaq 2, 3, yəni 8-də cavab olacaq C variantı. 9-a baxıram, mətn nə haqqındadır? A day in Lyman's life. Lymanın həyatındakı bir günü haqqındadır. Ona görə 9-a cavab olacaq C variantı. 10-cuya baxıram. How many days does Simon attend school courses? Neçə gün Simon məktəb kurslarına baş çəkir? Yəni neçə dəfə gedir məktəbdəki kurslara? Və yuxarıda xətləmişəm. Əgər baxsaz görəcəksiniz, karandaşla diqqətlə baxsaz görəcəksiniz. Orada yazmışam 3 days a week. Orada deyir mətn içində. Yəni həftənin 3 günü gedir o məktəbdəki kurslara. 11-ə baxıram. After lunch Simon. Deməli lunch günorta yeməyindən sonra Simon. Cavab olacaq 1, 3. Qısa istirahətlər edir, yəni qısa müddətli də biri var 1-2 saat yatır, bir də var ki qısa istirahətlər edir öz üçün və dostları ilə gəzir. Walk sözü piyada gəzmək. Ona görə cavab olacaq 1, 3, 11-də cavab olacaq Y variantı. 12-ci testdən davam edirəm. Which statement are false according to the passage? Hansılar yanlışdır? Biz yanlışları seçməliyik. Deməli, burada 3, 4 mətnin içində deyir deyə 3, 4 doğrudur, amma 1, 2 yanlışdır. Oxuyuram 1, 2-ni. Simon kollecdə təhsil alır. Səhvdir. Simon kollecdə təhsil almır. İkincisi, Simon saat 6-da qalxır. Xeyr. O saat 6-da qalxmır. Mətnin içində o deyir ki, saat 7-də başlayır onun günü. Ona görə 12-də 1, 2 yanlış cavab olacaq ki, bizdə də yanlışları soruşur. 13-dən davam edirəm. Deməli, vardır 6 kitab stolun üstündə. Söhbət 6 kitabdan getdiyi üçün biz xəbəri ar seçməliyik 13-də və sual cümləsi olduğu üçün ar cümlənin əvvəlinə keçib, ona görə 13-də cavab olacaq A variantı. Are there 6 books on the table? Stolun üstündə 6 kitab var. 14-də baxıram. Tom beyzbol oynayır hər gün. Biz bilirik ki, indiki sayda zaman dərsində kanalımda paylaşmışam. Əgər bilmirsinizsə girib baxa bilərsiniz. İndiki sayda zaman dərsində keçdik ki, feillər 3-cü şəxsin təkində S şəkilçisi qəbul edir indiki zamanda. Məsələn, I like, mən xoşlayıram, you like, sən xoşlayırsan, he, she, it likes olur. Burada da Tomdan söhbət getdiyi üçün 14-cü testdə Tom oynayır sözü Tom plays olur. Tom oynayır beyzbol hər gün. 15-ci testdən davam edirəm. Vardır bir pozan və 2 karandaş partanın üstündə. Zeri-zira dərsində biz öyrənmişik ki, xəbər birinci mübtada ilə uzlaşır. Yəni birinci tək gəlibsə biz təki götürürük, birinci cəm gəlibsə biz cəm götürməliyik. Burada da birinci bir pozan dediyi üçün biz xəbəri iz götürəcəyik. 15-də cavab olacaq C variantı. 16. Deməli, bell ring at the lessons begins. Aha, deməli, zəng çalır və dərs başlayır. Dərs sözünün altından xətt çəkib. Dərs, nə o? Əşyadır, yəni cansız əşya deyil, yəni cansızdır. He, she, it deyə bilmərik, they deyə bilmərik. Dərsdən söhbət getdiyi üçün it götürəcəyik. Ona görə 16-da cavab olacaq C variantı. 17-dən davam edirəm. Mənim tutuquşum danışa bilir, amma mənim pişiyim danışa bilmir. Bir dənə variant var, B variantı. Qaydanı yadımıza salaq. Can modal feildir. Özündən sonra mütləq şəkildə feil gəlməlidir və to gələ bilməz. 17-ci test tipli testlər bütün testlərdə var. İndiyənə qədər işlədiyimiz və izah etdiyim. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da birinci tərəf inkar, ikinci tərəf təsdiq olmalıdır. 17-də cavab olacaq B variantı. 18-dən davam edirəm. Hansı cümlə doğrudur? Deməli, deyir ki, sən ala bilərsən meyvə və tərəvəzlər buradan. Deməli, sual verərkən can varsa candan başlayırıq. Sən ala bilərsənmi? Can you buy fruits and vegetables here? 18-də cavab olacaq D variantı. A variantı niyə olmaz? Can you eləməli idi. Sən ala bilərsənmi? He-ni qabağa atıb, he ən sonda olmalıdır. A variantı olmaz. Y variantında da he ən sonda olmalıdır. Çünki zaman zərfidir və yer zərfidir və burada yoxdur. Yəni yer zərfi həmişə Azərbaycan dilində olduğu kimi ingilis dilində də cümlənin sonunda olur və A-da və Y-də cümlənin sonunda verməyib. Ona görə B, C, D variantları arasına qalırıq. C variantında almaq sözünü axıra atıb olmaz. Can you buy olmalıydı. Ona görə cavab olacaq 18-də D. 19-cu testdən davam edirəm. Alex və onun bacısı Su gedirlər çimərliyə. Kim? Alex və bacısı, yəni 2 nəfər, yəni Zey onlar.
19-da cavab olacaq Y variantı. 20-yə baxıram. Mən verirəm mənim ingilis kitabımı kimə? Sənə, ona, bizə, sizə, onlara. Lüboyu olar. 1-də yazıb onun olmaz. 2-də yazıb onlara, bəli olar. Mən verirəm onlara ingilis kitabımı olar. 3-də yazıb sənin olmaz. 4-də yazıb ona olar. 5-də yazıb onlar. Mən verirəm onlar mənim ingilis kitabımı olmaz. Sadəcə tərcümə edirik və tapırıq. Mən verirəm kitablarımı ona ya da onlara ya da sənə, sizə olar. Yəni burada cavab him olar, her olar, them olar, you olar və s. Burada da cavablarda 2-4-ü verdiyi üçün şəxs əvəzinin obyekt alınır. Biz ona görə onları seçirik. 20-də cavab eləyəcək Y variantı. 21-ci testdən davam edirəm. Cümlə qururuq. Deməli, çox insanlar evlərində heyvan saxlayırlar. Deməli, cümlə belə olacaq. Many people keep animals at home. Çoxlu adamlar evlərində heyvan saxlayırlar. 21A. 22-yə baxıram. We are playing with. Biz oynayırıq bizim pişiyimiz ilə. Bircə variant var. Biz pişiyimiz ilə oynayırıq. Yəni 22A. 23. Nancy has two. Nancy'nin var 2. Əgər 2 gəlibsə, deməli biz cəm isim seçməliyik. Çünki qabağında 2 işlədib. Çünki ingilislər deyir bir kitab, 2 kitablar. Yəni burada da deyir Nancy'nin var 2. 2 isə cəm isim seçməliyik. Elə 2 chickens, cücələr, 4 parrots, tutuquşular, 5 scarves. 2, 4, 5 cəm isimləri seçdik. 23-də cavab elədi C variantı. 24-də baxıram. Where is Jack? Jack hardadır? At school, məktəbdə. 2. Who is she? O kimdir? My mother, mənim anam. 3. How old are you? Neçə yaşın var? 13. 1B, 2C, 3A. Yəni 24-də cavab A variantı olacaq. 25-ci testdən davam edirəm. Düzgün antonim cümlələrini seçin. 1. Begin başlamaq, end bitirmək. Bəli, 1 düzdür. 2. Draw çəkmək, paint rəngləmək, antonim deyil, səhvdir. 3. Come gəlmək, go getmək, düzdür. 4. Give vermək, take götürmək. Deməli vermək, almaq. Vermək, götürmək, bəli, antonimdir. 5-ci jump hoppanmaq, hop hoppanmaq. Bunlar isə sinonimdir. Ona görə cavab olacaq 1, 3, 4. 25-də. 26-cı hissə mətindir. Hər dəfə deyirəm, şagirdlər necə istəyirlər, o şəkildə də izah edə bilərlər. Mən öz yazımı oxuyuram. My name is Susan. I wake up at 8 o'clock every day. I do different exercises. At the weekend, I meet my friend David. He is 22 and he is my best friend. He is a dentist. He is a very noble and handsome boy. Salam, mənim adım Susandır. Mən saat 8-də yuxuda qalxıram hər gün. Birinci mən müxtəlif növ idmanlar edirəm. Həftə sonları mən dostum David ilə görüşürəm. Onun 22 yaşı var. O mənim ən yaxın dostumdur. O diş həkimidir. O çox alicənab və yaraşıqlı oğlandır. Mən bu şəkildə yazmışam. Siz istədiyiniz şəkildə yaza bilərsiniz. O dostu ola bilər, qardaşı ola bilər, görüşdüyü oğlan, həyat yoldaşı ola bilər. Bəlkə səhər yuxudan durur, yoldaşı işdə olur, gedib onunla nahara gedir. Bu şagirdlərin yaradıcılıq qabiliyyətlərinə qalıb. Necə istəsələr o şəkildə qura bilərlər. Bu tipli mətnlərə mütləq şəkildə diqqət etməliyik. Ona görə ki, qəbulda açıq tipli suallarda bizdən mətn yazmaq istəyə bilərlər və biz mətnləri yazarkən qrammatik səhvlər etməməliyik və maksimum əlimizdən gələn qədər normal, düzgün cümlələr qurmalıyıq ki, bu testdə də biz görürük, bizdən ən az 35 sözü əhatə edən bir balaca bir mətn istəyir. Bugünkü dərs izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Əgər hansısa bir sualı başa düşməsəz və yaxud da ki, hansısa bir sualınız olsa, yorumlarda yaza bilərsiniz və mən onu yenidən izah etməyə çalışacağam. Videom sizin üçün faydalı idisə kanalıma abunə olmağı, başqaları ilə bölüşməyi və like atmağı unutmayın. Sağ olun, hələlik. Hər kəsə salam. Bugünkü test izahım Dimin ingilis dili 5-ci sinifdən olan Day in the Life-ın B variantı olacaq. Yəni səhifə 72. Biz bilirik ki, testə başlamaz ilk 5 sual, ilk 4 sual daha doğrusu bizdə əhatə edir dinləmə hissəsini və dinləməni əgər səhvsiz etmək istəyiriksə, təbii ki də biz əvvəlcə oxuyub suallardan tanış olmalıyıq. Daha sonra dinləməni eləməliyik. Bu şəkildə olanda biz bütün testi səhvsiz işləmiş oluruq. Birinci sualdan başlayıram. Why does Mandy get up early? Nəyə görə Mandy səhər erkən qalxır? Burada bir də cavab olacaq B variantı. Çünki
Onun müəlliməsi ilə onu səyahətə aparır, yəni gəzintiyə aparır müəlliməsi bunları tətilə harasa. Ona görə erkən qalxır. Bir də cavab olacaq B variantı. İkinci testə baxıram. During their journey, onlar öz tətilləri ərzində, yəni öz səyahətləri ərzində deməli mahnılar oxuyurlar, rəqs edirlər və aktivitelər edirlər, maraqlı fəaliyyətlər eləyirlər. Buna görə 2-də cavab olacaq 2, 4. Üçüncü testə baxıram. Mətn nə haqqındadır? Mətn Mendy'nin həyatında olan xüsusi bir gün haqqındadır. Çünki bu gündə bunlar tətilə gedirlər. Ona görə burada 3-də cavab eləyir A variantı. Daha sonra 4-1-ə baxıram. Biz burada seçməliyik. Hansı doğrudursa true, hansı yanlışdırsa false. 4-1-ə baxıram. It is great to go on a trip with friends. Aha. Deməli, əladır dostlarınla və ya müəllimlərinlə səyahətə getmək. Bəli, 4-1 true A. 4-2 hər səhər maması Mendy'ni aparır məktəbə avtobus ilə. Yanlış. 4-2 B-dir. 4-3. Nə vaxt ki uşaqlar şəhərə çatırlar, onlar çox əylənirlər, çox əyləncəli keçir, yəni onlar üçün çox əylənirlər. 4-3 bəli, true, A, düzgündür. 4-4 children is, aha, deyir ki uşaqlar çimdikdən sonra snack atışdırmalıq yeyirlər günorta yeməyi üçün. Snack sözü atışdırmalıq türklər demişkən bizdə nə? Məsələn, snack məsələn yeməklərin arasında çaydan peçeniya içirik, peçeniyadan çay içirik və yaxud da chips yeyirik və yaxud da ki çubuqlar, peçeniya ilə şokoladlar yeyirik. Snack yəni türklər demişkən atışdırmalıq. Və bu da yanlışdır. Çünki belə bir şey demir. 4-4-də cavab olacaq B variantı. 5-ci testdən davam edirəm. Burada mətni oxuyuruq və seçirik ki, düzgün variant hansıdır. Dear Tracy, əziz Tracy, we are planning to have a family party. Biz ailə qonaqlığı eləməyi planlaşdırırıq. My parents want to invite some guests to our new house at the weekend. Mənim ailəm istəyir ki, dəvət etsin bir neçə qonaqlar bizim yeni evimizə bu həftə sonu. If you have free time, you can join us too. Əgər sənin boş vaxtın varsa, sən də bizə qoşula bilərsən. Həmçinin Stephen. Yəni bunu deyən Stephen'dır. Cavab olacaq 5-də A variantı. Stephen soruşur Tracy'dən onlara qoşulmaq haqqında. Yəni o partiya edəcəklər, evlərində qonaqlıqları olacaq və o qonaqlıqlarda deyir, əgər bu boş vaxtın varsa bizə qoşula bilərsən. Ona görə cavab olacaq 5-də A. 6-cı testdən davam edirəm. Dear Tom, I'm happy to join my parents on our family trip. Əziz Tom, mən xoşbəxtəm öz valideynləri səyahətə çıxır və valideynlərinə qoşulur bu səyahət üçün. Onun üçün xoşbəxtdir. Also, I can spend time with my friends. Həmçinin mən dostlarımla da vaxt keçirə biləcəm. My little sister Jane is with us too. Mənim balaca bacım Jane də həmçinin bizimlədir. I think our trip will be interesting. Mən fikirləşirəm ki, bizim səyahətimiz maraqlı olacaq. Arzularla, yəni ən böyük arzularla John. Deməli, John Toma deyir öz ailə səyahəti haqqında. 6-da cavab olacaq D variantı. 7-ciyə baxıram. Hi Kate, salam Kate. I hope you are well. Mən ümid edirəm ki, sən yaxşısan. We are on holiday. Biz tətildəyik. We can find a lovely house on the beach. Biz tapa bilirik sevimli bir ev çimərlikdə. There are many interesting places to visit. Var da çoxlu maraqlı yerlər səyahət etmək üçün. My parents take us to see an old castle today. Mənim ailəm apardı məni görüm qədimi bir qala bugün. It is fun to rest on the beach. Çimərlikdə dincəlmək çox əyləncəlidir. Və bunu deyən də Nancy-dir. Yəni, hörmətlərlə Nancy. Nancy məlumat verir Kate-ə öz tətili haqqında. Ona görə də 7-də cavab eləyir C variantı. 8-ci testdən davam edirəm. Biz burada mətni oxuyub tərcümə etməliyik. Daha sonra isə suallara cavab verməliyik. 8-ci testdən davam edirəm. Deməli, burada bizə deyir ki, doğru bəyanatları seçin. Baxın, 2-də yazıb big house, amma mətndə yuxarıda mən xəttləmişəm. Baxın, burada xəttləmişəm. Burada small house deyir. Ona görə 2 səhvdir. Və 3-də də deyir ki, uşaqlar qapını döyməkdən qorxurlar. Yuxarıda yeni xəttləmişəm. Burada yazıb ki, onlar qapını döyürlər. Yəni, qapını döyməkdən qorxmurlar. Ona görə burada 2-3 səhvdir. 1-4 isə düzgün cavabdır. Ona görə 8-ə düzgün cavab Y variantı edir. 9-a soruşur ki, mətn nə haqqındadır? Mətn uşaqların xoşbəxt bir günü haqqındadır. Ona görə 9-a cavab B variantı eləyir. 10-cu testdə deyir ki, what happens on Saturday? 6-cı gün nə baş verir? Fred and Anna see a house in the forest. Fred və Anna görürlər bir dənə ev meşədə. Yəni meşədə ev tapırlar, ev görürlər. O deyir 6-cı gün deyir nə baş verir? Yəni o hadisə baş verir 6-cı gün. Onda cavab C. 11-ci testdə gənc qız
Tells the children her name. Öz adını uşaqlara deyir. Takes the children to her room. Uşaqları öz otağına aparır. Burada cavab olacaq 1, 4 düzgün cavab. 12-yə baxıram. Yanlış fikirləri seçin deyir. Burada yanlış fikirlər seçmişəm 1 və 3. 1. Sally tells her parents about her new friends. Sally valideynlərinə deyir öz yeni dostu haqqında. 3. Parents take their children on Sally on Saturday. Uşaqlar aparırlar uşaqlarını Sally gilə 6-cı gün və səhv cavablardır. 1, 3 burada yanlış cavabdır. Çünki 2, 4-ü mətnin içində dediyi üçün onlar doğru cavablardır. 12-də də cavab eləyəcək 1, 3. 13-cü testdən baxıram, davam edirəm. Deməli, görürük, həmişə bu tipli cümlələrdə, 13 tipli cümlələrdə, cümlədə but olurdu, yəni amma, ancaq. Ona görə bir tərəfi təsdiq, bir tərəfi inkar seçirdik. Bu cümlədə isə but yoxdur. Cümlənin axırında to var. To həmçinin deməkdir. Deməli, belə olacaq. O, ingiliscə danışa bilir və mənim dostum da ingiliscə danışa bilir həmçinin. Birincisi, can modal feilindən sonra to gəlməz. Ona görə D variantı, Y variantı, C variantı getdi. Və bu cümlə təsdiq cümlə olduğu üçün, bu cümlədə but olmadığı üçün deyir, o danışa bilir ingiliscə və mənim dostum da həmçinin ingiliscə danışa bilir. Çünki cümlənin sonuna to yazıb həmçinin. Ona görə 13-də cavab olacaq A variantı. 14-də baxıram, düzgün cümləni seçin. When can you visit your friends? Sən nə vaxt dostlarına baş çəkə bilərsən? Deməli, sual cümləsidirsə, sual əvəzliyi ilə başlamalıdır, when-lə başlayır. Sual verəndə can cümlənin əvvəlinə keçir. Can you visit? 14-də bircə dənə cavab olsa C variantı düzgün gəlir, digər variantlar yanlışdır. 15-ci testə baxıram. Vardır 2 dənə tutuquşu qəfəsin içində. Söhbət 2 dənə tutuquşudan söhbət getdiyi üçün two parrots xəbər olacaq are. They are, vardır. 16-ya baxıram. I take the book. Mən kitabı götürürəm. O, mənim kitabımdır. Kitab nədir? Cansız. Ona görə olur it. It is my book. O, mənim kitabımdır. B variantındakı it's onun deməkdir. Onundur, onun kitabı demək olmaz. D variantında it is them book olmaz. O, onlara kitabdır demək olmaz. Çünki them onları, onlara deməkdir. Ona görə cavab olur C variantı. Mən kitabı götürürəm. O, mənim kitabımdır. C variantı düzgün cavab olur. 17-ci testdən davam edirəm. Bizim bağımız böyükdür. Altından xətt çəkilmiş sözə sual verirəm. Bizim bağımız nə? O. Bağ da cansız olduğu üçün orta cins götürürük. Ona görə 17-də cavab olacaq D variantı. 18-ci testdən davam edirəm. Bu cümlədə but var. Hər testin içində bu tipli cümlələr qabağımıza çıxır və siz artıq bunu əzbər bilməlisiniz. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da birinci tərəf inkar, ikinci tərəf təsdiq olmalıdır. A variantında hər ikisi cannot inkardır, səhvdir. B variantında can-dan sonra to gətirif olmaz. C variantında can-dan sonra to gətirif olmaz. D variantı hər iki tərəf can olmaz. Bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Çünki cümlədə but var. Mən gitar çala bilirəm, amma mən fışqıraq çala bilmirəm. Whistle sözü fışqıraq. 18-də cavab olur D variantı. 19-cu testdən davam edirəm. Cümlə qurmaqdır. Və cümlədə do var. Do you watch TV in the evening? Sən axşamlar televizora baxırsan. Söhbət televizora baxmaqdan gedir. Yəni feildən gedir. Feil varsa sualı dudan veririk. Do you watch TV in the evenings? 19 olur A. 20-ci testə baxıram. Is she learning English? O ingilis dili öyrənir. Cavab verməliyik. Bəli, elədir. Ya da xeyr, elə deyil. She-dən söhbət getdiyi üçün yes, she is. 1B. 19-da. 2-yə baxıram. Is the boy your best friend? Oğlan sənin ən yaxın dostudur. Söhbət oğlandan gedir. Cavab verməliyəm. Yes, he is. Ya da no, he is not. Yes, he is yoxdur. Ona görə götürürəm. No, he is not. 2 oldu C. 3-cüyə baxıram. Is the bag on the table? Çanta stolun üstündədir. Çantadan söhbət gedir, cansızdır. Yes, it is. Ya da no, it is not. Yes, it is. Bir dənə cavab var. O da eləyir A variantı. 1B, 2C, 3A. Yəni 20-də cavab eləyəcək C variantı. 21-ci testdən davam edirəm. The cat, pişik, bozdur. Bir dənə pişikdən söhbət getdiyi üçün is deməliyik ya da is not. Yəni B və D variantlarını elədik. Cavab qalır A, Y, C. Cümlədə but var.
Deyir ki, pişik bozdur, amma itlər qaradır. Söhbət itlər, dogs olduğu üçün ar götürməliyik ikinci tərəfi. Bircə dənə də cavabı var, Y. Pişik bozdur, amma itlər qaradır. 21-də cavab Y variantı. 22-yə baxıram. Quşlar, söhbət quşlardan gedir. Oturublar ağacda. Quşlar cəm olduğu üçün are sitting. The birds are sitting in the trees. 22-dir. 23-cü testə baxıram. Altından xətt çəkilmiş sözlərə əvəzliklə əvəz edəcəyik. Paul helps Lily. Paul oğlan adıdır. Paul Lily'yə kömək edir. Kim? Paul. He. Kömək edir kimə? Lily'yə. Yəni ona. Qadın cinsində onu, ona. Yəni cavab eləcək B variantı. 24-cü testdən davam edirəm. Deməli, do, etmək. Etmək, nə etmək? A variantı classes, sinif. B variantı around, ətrafında. C variantı. Juggling sözü hoqqabazlıq deməkdir. Kitabda da qeyd etmişəm. Hoqqabazlıq etmək. 1C. 2. Take classes, yəni sinif seçmək. Bu nə deməkdir? Yəni hansı fəni seçirsənsə, hansı dərsi götürmək istəyirsənsə onu seçmək. 3. Travel around, yəni ətrafda gəzmək. Bu nə deməkdir? Məsələn, around the world, travel around the world, dünya ətrafında səyahətə çıxmaq. Və yaxud da ki, deyirəm ki, Azərbaycanın ətrafında səyahətə çıxmaq. Məsələn, Azərbaycanın qonşu şəhərlərinə getmək, qonşu ölkələrinə, məsələn, Gürcüstana, nə bilim, Rusiya və s. Travel around, yəni ətrafda gəzmək, səyahət etmək. Ona görə 24-də cavab olacaq A variantı. 25-ci testə baxıram, antonim cütlərini seçməliyik. Baxaq görək nədir. A variantı chat, chatlaşmaq, yəni telefonla mesajlaşmaq ya və yaxud da sosial şəbəkə üzərindən talk, söhbət etmək. Xeyr, bunlar sinonim sayıla bilər. 2-yə baxıram, begin, başlamaq, finish, bitirmək, bəli, antonimdir. 3-cüyə baxıram, work, işləmək, rest, dincəlmək, bəli, antonimdir. 4. Hunt, ovlamaq, kill, öldürmək. Bunlar sinonim sayılır. 5. Get up, qalxmaq. Go to bed, yatmağa getmək. Biri qalxmaqdır, biri yatmağa getməkdir. Bəli, antonim sayıla bilər. 2, 3, 5 düzgün cavab olacaq. 26-da bizə bir mətn verib. Biz şəkillərə baxıb mətn tərtibə eləməliyik. Qeyd edim ki, bu tipli mətnləri tərtib eləmək çox-çox vacibdir. Çünki imtahanlara açıq suallar düşür. Kopya eyni ilə bu şəkildə şəkillər verir və deyir ki, bu şəkillərə bax və mətn tərtib elə. Biz də baxıb tərtib eləmə məcburiyyətindəyik. Və kim daha yaxşı yazırsa, təbii ki, ona türklər demiş tam puan verirlər. Yəni maksimum bal əldə edirlər. Ona görə gəlin baxaq, mən nə yazmışam. She is my Aunt Leyla. Öz yazdığım xəttə oxuya bilmirəm. Aunt yazmaq istəmişəm yəqin ki. She is my Aunt Leyla. Aunt sözü A-U-N-T yazılır. O mənim xalam Leyladır. She is from Italy. O İtaliyadandır. Tez-tez yazdığım üçün hərf səhvlərim ola bilər, üzrlü sayın. She is from Italy. O İtaliyadandır. She is 68 years old. O 68 yaşındadır. She likes to do exercises. O idman etməyə xoşlayır. She is very fit and healthy. O öz çox formadadır, yəni fitdir və sağlamdır. She likes flowers and plants. O gülləri və bitkiləri xoşlayır. She waters them twice in a week. O bir həftədə 2 dəfə, yəni həftədə 2 dəfə onları sulayır. She talks to me by video call. O video call-la mənimlə danışır. Mən bu şəkildə yazmışam. Təbii ki, siz baxa bilərsiniz ki, 3-cü şəkildə nənədir. Məsələn, öz qızınla və nəvəsinlə danışır. Çünki burada 3-cü şəkildə görürsünüz, burada qız və uşaq verib. Siz belə də tərtib edə bilərsiniz ki, bu mənim anamdır. O səhərlər idman edir, gülləri, bitkiləri var. O, məsələn, mənlə və mənim övladımla həftə sonları video call-la danışırdı deyə bilərsiniz. Nə cür istəyirsinizsə o şəkildə mətn qurub yaza bilərsiniz. Bu tamamilə sizin xəyal dünyanıza bağlıdır. Əsas məqsəd odur ki, cümlələrinizi qrammatik səhvlər etmədən tərtib edəsiniz. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Hər hansı bir sualda qaranlıq nöqtəniz qaldısa, yorumlara yazmaqdan çəkinməyin. Çalışdığım qədər sualınızı cavablandırmağa çalışacağam. Sağ olun, hələlik.